6-cı sinif monitorinq suallarının izahına davam edirik. 24-cü suala baxaq. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər. Bir dənə biz yadımıza salaq ki, əgər o bu əvəzlikləri mübtəda rolundadırsa, özündən sonra əvəzlik, sonra feil, bir də köməkçi nitq hissələri gələrsə, vergül yazılmır. Əvəzlik, feil, köməkçi nitq hissələri gələrsə, vergül yazılmır. Qalan hallarda vergül yazılır. İndi istisna var. İndi mən bunun cavabların içərisində deyəcəm. Uşaqlar soruşurdu ki, nə üçün A bəndi olmur? Gələcək, kim gələcək o? Mübtəda rolundadır. Özündən sonra vergül yazılmır. Uşaqlar belə düşünür ki, yazılmaz. Çünki əlbəttə sözü köməkçi nitq hissəsidir. Amma əlbəttə sözü modal söz olduğundan, modal sözündə hər iki tərəfindən vergül yazıldığından bu cavabda mütləq vergül olmalıdır. Yəni vergül qoyulmaya bilməz. Bizə lazımdır ki, vergül qoyula da bilər, qoyulmaya da. Ona görə A bəndini çıxırıq. B bənd, o səni səslədi, amma sən eşitmədin. Kim? O. Yenə də burada mübtəda rolundadır. Lakin burada yenə vergül qoyula bilməz. Çünki özündən sonra əvəzlik gəlib. Burada qeyd elədik ki, özündən sonra əvəzlik gələndə vergül yazılmaz. B bəndində çıxırıq. D bəndinə baxaq. O oxumaq üçün əlindən gələn edirdi. Kim? O. Yenə burada mübtəda rolundadır. Özündən sonra vergül burada da yazılmaz. Çünki burada qeyd etmişik ki, özündən sonra feil gələrsə, vergül yazılmaz. Burada da oxumaq sözü feil olduğundan vergül yazıla bilmir. Ona görə D bəndində çıxırıq. Y bəndi, o da bilirdi, haqsızlıq nədir? Burada qeyd elədim ki, özündən sonra əvəzlik, feil, köməkçi nitq hissələri gələrsə, vergül yazılmır. Burada da kim? O, şəxs əvəzliyidir. Özündən sonra da köməkçi nitq hissəsidir. Yenə də vergül yazılmaz. Yazıla bilməz. Gələk C bəndinə. O kitabı vərəqlədi. Kim kitabı vərəqlədi? O. Bəli, burada vergül yazıla bilər. Çünki özündən sonra isim gəlib. İsim gələrsə vergül yazılır. Lakin nə zaman vergül yazılmaya da bilər, qoyulmaya da bilər. Biz desək ki, o kitabı vərəqlədi. Məsələn, qarşısına bir dənə buraxılmış mübtəda qoyaq. Məsələn, deyək ki, Əli o kitabı vərəqlədi. Hansı kitabı? O kitabı. Əgər bu o sözü hansı sualına cavab verirsə, olacaqdır işarə əvəzliyi və özündən sonra vergül yazılmayacaq. Amma o kitabı vərəqlədi. Kim? Bu zaman şəxs əvəzliyi olur və özündən sonra vergül yazılır. Ona görə də C bəndində iki cümlədə vergül qoyula da bilər, qoyulmaya da bilər.